Hörmətli izləyicilər, bir daha sabahınız xeyir. Prezident İlham Əliyevin İsveçrədə işgüzar səfəri davam edir və bu səfər çərçivəsində Davosda bir sıra görüşlər keçirib dövlət başçısı. Görüşlərdən biri Vitol şirkətinin baş icraçı direktoru Russell Hardy ilə baş tutub və şirkət rəhbəri və Azərbaycan arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycan prezidentinin digər baş tutan görüşü isə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosla baş tutub və görüş əsnasında, təmaslar əsnasında Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, eyni zamanda bölgədə enerji, kommunikasiya və humanitar məsələlər, xüsusilə mina təmizləmə məsələsi diqqət çəkib və bu məsələ müzakirə olunub. Mən elə regiondan danışmışkən qeyd eləmək istəyirəm ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı TRIP layihəsinə yenidən diqqət çəkdi və bildirdi ki, Ermənistan və Azərbaycanın enerji sistemləri gələcəkdə TRIP marşrutu çərçivəsində birləşdiriləcək və Paşinyanın sözlərinə görə bu mexanizm tərəflər üçün bərabər ixrac-idxal mexanizmi yaradacaq və qarşılıqlı faydaya əsaslanacaq. Hazırda hökm sürən sülh gündəliyinə də toxunub və bildirib ki, artıq Ermənistanda bunu praktik şəkildə, necə deyərlər, Ermənistan vətəndaşları ciblərində hiss eləyirlər. Çünki Azərbaycandan Ermənistana idxal olunan benzini Ermənistan vətəndaşları alandan sonra artıq 20% müşahidə olunub ki, 20% qiymətlərdə eniş olub, qiymətlər ucuzlaşıb, söhbət benzindən və dizeldən gedir. Elə Ermənistanın baş naziri də xüsusi olaraq buna diqqət çəkib və qeyd edib ki, artıq siyasi müstəvi ilə yanaşı, eyni zamanda iqtisadi müstəvidə də artıq Ermənistan vətəndaşları xeyri görürlər və mən qeyd eləmək istəyirəm ki, burada Ermənistan vətəndaşlarına verilən əsas mesaj da elə, bu çıxış da elə bu idi, 20% endirimdir. Çünki Nikol Paşinyan bu açıqlamayla göstərmək istəyir ki, baxın, regionda sülh olduqca biz Azərbaycanla sülh gündəliyini genişləndikcə Ermənistan vətəndaşları da fayda qazanacaq bundan, təkcə siyasi baxımdan yox, eyni zamanda ciblərində hiss eləyəcəklər bunu. Bu açıqlama da yəqin ki, təsadüfi deyil. Bilirsiniz, yaxın zamanda Ermənistanda artıq seçkilər baş tutacaq və böyük ehtimal ki, belə bir açıqlama verməklə Nikol Paşinyan özünə də siyasi dividendlər qazanmaq istəyir. Eyni zamanda mən Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın da açıqlamalarına diqqət çəkmək istəyirəm. Ötən gün ərzində bir sıra açıqlamalar verib, istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlər fonunda və qeyd edib ki, bu proses paralel aparılır. Həm Ermənistan-Azərbaycan, həm Ermənistan-Türkiyə münasibətləri, amma üç tərəfli formatda yox, məhz ayrı-ayrılıqda aparılır və qeyd edib ki, əldə olunan razılaşmalar Türkiyə və Azərbaycanla normallaşma prosesini irəlilədir və bundan sonra artıq hansı addımlar atılacaq, bu proseslər də artıq müəyyən olunub. Amma xüsusi olaraq vurğulayıram ki, Türkiyənin bu məsələdə, məhz Ermənistanla münasibətlərin normallaşmasında, Ermənistanla sərhədin açılmasında mövqeyi birdir. Necə ki, illər ərzində olub, indi də dəyişməz qalır. Rəsmi Ankara qeyd edir ki, Ermənistan əvvəlcə Azərbaycanla, rəsmi Bakı ilə münasibətləri tam şəkildə həll etməlidir, tam şəkildə müsbət yöndə həll etməlidir və məhz bundan sonra artıq Türkiyə Respublikası Ermənistanla sərhədləri açacaq və bütün münasibətlərini normallaşdıracaq. Yəni, Azərbaycanla münasibətlərin normallaşması Ermənistana hər mənada sərf edir. Eyni anda iki ölkə ilə həm dostluq, həm ticari, iqtisadi əlaqələr qurmuş olacaq ki, bu Ermənistan iqtisadiyyatına da çox böyük, yaxşı mənada xeyir verəcək. Yəni, təbii ki, sülhə gedən yolda əməkdaşlıq, iqtisadi əməkdaşlığın da çox böyük rolu var. Təbii ki, siyasi müstəvidən sonra sənin də qeyd elədiyin kimi. Bu günlər ərzində dünyanın diqqəti eyni zamanda Davos Dünya İqtisadi Forumuna yönəlib. Burada verilən açıqlamalar, siyasi mesajlar. Ötən gün Donald Trump iştirak elədi Davos Forumunda və dünyanın aparıcı analitikləri, liderləri bu açıqlamadan çox şey gözləyirdilər və bəziləri risklə qulaq asırdılar Donald Trumpa, çünki müəyyən ambisiyaları var Donald Trumpın Qrenlandiya məsələsi ilə bağlı, bilirsiniz, son müddət və xüsusilə öz çıxışını başladı Donald Trump Avropa ölkələrini ittiham eləyərək, istər Avropanın təhlükəsizliyi, istər regionun təhlükəsizliyi və qeyd edib ki, Birləşmiş Ştatlar ümumiyyətlə bu vaxta qədər heç kimdən heç nə istəməyib, nə NATO-dan nəsə istəyib, nə Avropa ölkələrindən və bu səbəbdən həm də Donald Trump özündə haqq görür ki, Birləşmiş
Birləşmiş Ştatlar yaxın zamanda, yaxın aylarda Qrenlandiya necə deyərlər Amerikaya birləşdirsin və Davosda çıxışı ərəfəsində çıxışa başlamamışdan əvvəl özünün sosial şəbəkəsində bir açıqlama da yayıb və qeyd edib ki, Qrenlandiya ümumilikdə Birləşmiş Ştatlar ərazisidir, belə qələmə verib açıq şəkildə və bildirib ki, məhz regional və beynəlxalq təhlükəsizlik səbəbindən həm də Qrenlandiyanın ilhaq etməlidir deməyib, amma birləşdirməlidir deyib, amma biz beynəlxalq hüquqa əsaslansaq bu prosesin necə adlandırıldığını təbii ki, görə bilərik. Bəli, digər tərəfdən Donald Trump açıqladı ki, NATO-nun baş katibi Mark Rutte ilə aparılan danışıqlardan sonra Birləşmiş Ştatlar Qrenlandiyanın birləşdirilməsi məsələsində güc tətbiq etməkdən imtina edib. Eyni zamanda xatırlayırsınızsa, fevralın 1-dən Avropa ölkələrinə qarşı 10% rüsum məsələsi var idi. Əgər Avropa ölkələri bu məsələdə Donald Trumpı dəstəkləməsəydilər və ona qarşı çıxsaydılar, rəsmi Vaşinqton onlara 10%lik rüsum tətbiq eləyəcəkdi. İdxal edilən mallara fevralın 1-dən, iyundan isə 25%-ə qədər artacaqdı bu rüsum və Mark Rutte ilə görüşdən sonra Donald Trump bu məsələdən də vaz keçdi, belə bir açıqlama verdi. Bu da əslində təsadüfi deyil, çünki Birləşmiş Ştatların üslubudur, həm də bəzi liderlərin əvvəlcə təzyiq, sonra kompromis. Yəni kompromis kimi görünür əslində. Hətta bu məsələ qızışmamışdan öncə, bu qədər şişməmişdən öncə bəzi analitiklər qeyd edirdi ki, əslində heç Donald Trumpın Qrenlandiyanı ələ keçirmək, Qrenlandiya Amerikaya birləşdirmək fikri yoxdur. Avropanın daha çox bura diqqət ayırmasını və silahlı qüvvəsini, yəni artırmasını istəyir. Bu məqsədlə elədiyini deyənlər də var idi. İndi sən də daha ətraflı məlumat. Elə hakimiyyətə ikinci dəfə gəldikdən sonra Donald Trump xüsusilə NATO alyansının üzərinə düşdü və bildirdi ki, NATO çərçivəsində müttəfiq ölkələr bura çox az diqqət ayırır, xüsusilə müdafiə sahəsinə və Donald Trump bəzi nəticələrə də nail oldu burada. Məsələn, ümumi daxili məhsulun 5%-nə qədər diqqət ayrılmasını istəyirdi, sırf müdafiə xərclərinə və analitiklər elə bunu əsas gətirərək qeyd edirdilər ki, əsas məqsəd NATO çərçivəsində müttəfiqlik eləyən ölkələr, müttəfiq ölkələrin Qrenlandiya məsələsinə, Avropanın təhlükəsizlik məsələsinə daha çox diqqət ayırmaq və daha çox maliyyə vəsaiti ayrılmasını istəyir Donald Trump. Bəlkə də elə bu kompromis həmin Donald Trumpın həmin planının bir tərkib hissəsidir. Bunu da yəqin ki, biz yaxın günlərdə görəcəyik. Əgər Donald Trumpdan biraz da yumşalma deməli, açıqlamaları gəlsə, demək ki, Donald Trumpın başdan elə planı bu idi. Digər planlarından biri də Sülh Şurasının yaradılmasıdır. Yanvarın 16-sında bunu elan elədi Amerika prezidenti və bir sıra ölkələr, xüsusilə Birləşmiş Ştatlarla hazırda normal münasibətlərə malik olan ölkələri dəvət edib onu. Həmin şuraya düzdür, bəzi analitiklər hesab eləyirlər ki, Donald Trump bu şuranı yaratmaqla BMT-yə alternativ yaratmaq istəyir. Amma buna şübhə ilə yanaşanlar da var. Xüsusilə biz nəzərə almalıyıq ki, BMT Təhlükəsizlik Şurasında təmsil olunan Çin, Rusiya kimi ölkələr var və Donald Trumpın Sülh Şurasında isə yalnız Donald Trump bu prosesə rəhbərlik edəcək və bu prosesə baxmayaraq ki, Donald Trump istər Rusiya, istərsə də Çinə təklif göndərib, amma bu təklifi qəbul eləyəcəklərmi? Şübhə doğurur bu məqam. Rusiya tərəfi hələ ki, bu təklifi dəyərləndirdiklərini bildirmişdilər. Bəli, Dmitri Peskov bu barədə açıqlama vermişdi ötən gün və qeyd eləmək lazımdır ki, Sülh Şurasının yaradılması bugünə planlaşdırılır rəsmi olaraq yanvarın 22-sinə və CNN-in məlumatına görə dəvət alan təxminən 50 ölkədən, daha doğrusu dəvəti qəbul edən 50 ölkədən təxminən 35-nin bu açılış mərasimində iştirakı gözlənilir. Mən xüsusi olaraq qeyd eləmək istəyirəm ki, dəvəti qəbul edən ölkələr arasında Azərbaycan da var. Dünən Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yaydı və Azərbaycanla yanaşı bu prosesdə Misir, İsrail, Türkiyə, Özbəkistan, Qazaxstan, Almaniya kimi ölkələr də yer alır. Digər tərəfdən son günlər Birləşmiş Ştatlar Rusiya, Birləşmiş Ştatlar Ukrayna məsələsi də gündəmdədir. Bir neçə gün bundan öncə Floridada Ukrayna nümayəndələri və Steve Witkovla görüş baş tutdu. Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi məsələsində bu günlərdə Steve Witkovun və Jared Kushnerin, Donald Trumpın kürəkəninin Moskvaya səfər edəcəyi gözlənilir və Vladimir Putinlə görüşlərin keçirilməsi planlaşdırılır. Ötən gün Vladimir Putin də bunu şəxsən
şəxsən təsdiqlədi və sözsüz ki, gündəlikdə olan əsas məsələlərdən biri də elə Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi məsələsi olacaq. Avropadan danışdıq, regiondan danışdıq. Mən istərəm qısa olaraq İran məsələsindən də söz açım. Bilirsiniz, son vaxtlar, baxmayaraq ki, indi vəziyyət biraz sakitləşib, amma son vaxtlar İranda gərgin siyasi vəziyyət, siyasi atmosfer hökm sürürdü və bu xüsusda İran prezidenti Məsud Pezeşkiyanın açıqlamaları diqqət çəkib. İran prezidenti hakimiyyət orqanlarını ölkənin idarə edilməsində yol verilən səhvləri etiraf etməyə çağırıb və bununla da Məsud Pezeşkiyan həm də etiraf eləyir ki, ölkənin idarə edilməsində müəyyən problemlər var və problemləri aradan qaldırmaq üçün bu problemlərin üzərində ilkin olaraq etiraf etmək lazımdır. Daha sonra isə artıq necə daha yaxşı etmək olar ölkə daxili vəziyyəti bu üzərində işləmək lazımdır və Məsud Pezeşkiyanın da mesajı əslində budur. Əvvəlcə etiraf eləyin, daha sonra isə necə daha yaxşı eləmək olar ölkə daxili prosesi çağırış eləyib deməli İranın hakimiyyət orqanlarına. Və bu İranın siyasi sistemində nadir səslənən açıqlamadır. Prezidentin dedikləri onu göstərir ki, daxili təzyiq baxmayaraq ki, artıq səngiyib, amma bununla yanaşı gərgin vəziyyət hələ də hökm sürür və sosial narazılıq təhlükəsizlik məsələsinə çevrilib həm də. Belə dostlar, bu saatlıq və bu günlük məndən bu qədər. Biz yəqin ki, günlərdə də istər həmkarım Nərman Hüseynzadə, istərsə də mən tamaşaçılarımıza daha ətraflı və dünyada baş verən proseslər barədə məlumatları çatdırmağa davam edəcəyik. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz, indi isə qısa araya keçid edirik.